qalıb ortada bir uşaqla 200 manat da ona qanunla kəsilib, uşaq da xəstədir, ödəyə bilmir, qalıb ortada. Lalə xanımın anasının günahıdır. Ana çəkilsin qırağa. Lalə öz işini həll eləyə biləcək. Ay İsmail müəllim, siz burada yox idiniz. Gəlmişdilər bura. Baldız nə dedi? Dedi bizə qız lazım deyil. Bir ata əgər 210 manat alimenti verməkdən imtina edir və yayınırsa, hətta bilmirik icra şöbəsi də bundan imtina etmir. Burada bilirsiniz niyə alimenti vermir? Nəyə görə vermir? Qarşı tərəfi tanımıram. Ümumi yazılarda, ümumi fikirlərdə görürəm ki, mən bu cür qəynətə gəlirəm ki, o xanıma görə aliment də verir. Sən yanlış fikirdəsiniz, yanlış fikirdəsiniz. Oğlan deyir, mən istəmirəm. Mən nə şəxsin ailə. Bircə dəqiqə. Niyə gəlib bir nəfər gəlib çıxmır ki, gəlsin desin ki, bəli, bu uşaq bizim nəslimizin Mən nümayəndəsidir. söyləmirəm ki, pula görə onun qapısına geçsin. Nəvəsini aparsın və nəvəsini əgər onlar qəbul etməsə, Lalənin də şükürlər olsun şuurlu var. Telefonu vasitəsilə çəksin ki, bax, nənə, baba nətər uşağı qəbul etmədi, qapıdan qovaladı.